Təşəkkür edirəm Orxan müəllim, həm zaman ayırdığınıza görə, həm əməkdaşlığa görə minnətdaram. Təşəkkür edirəm. Buyurun, söz sizindir. Təşəkkür edirəm. Bugün Dövlət Təhsil Politikası istiqamı keçid edirik. Bu mövzu özüm üçün çox maraqlıydı. Bir 3-4 il öncə və mövzuda bir araşdırma almaq istədim. O araşdırma əsaslı sizlərlə bir seminar keçirildi. Ümumiyyətlə, təhsildə nə üçün dövlət politikası, yəni təhsil ictimaiyyəti, valideyn, müəllim, şagird bundan xəbərdar olmalıdır. Bu haqda qısaca danışacağıq. Ümumiyyətlə, dövlət təhsil siyasəti nədir deyə başlasaq daha doğru olar. Dövlət təhsil siyasəti, yəni bir neçə fərqli tanımları var. Bunlardan mən bir neçəsini yazmışam. Bunlardan təhsil sahəsində kimin nəyi və nə zaman nə olacağını müəyyənləşdirən rəsmi qərarlar toplusudur və ya dövlət təhsil siyasəti dövlət strukturlarının təhsil sistemi ilə bağlı etməyi və etməməyi seçdiyi hər hansı bir şeydir. Və ya təhsil siyasəti dövlət təhsilinin məqsədləri barədə prinsiplərini bəyan etməsi və o prinsipləri məktəblərdə, siniflərdə, təhsil müəssisələrində təcrübəyə çevirmək üçün istifadə etdiyi strategik fəaliyyət tanımıdır. Daha sonra OECD-nin əsas bu mövzuda tanımı daha maraqlı təhsil siyasəti, təhsil sisteminin fəaliyyətinin keyfiyyətini, yəni tanımının müəyyənləşdirilməsinin idarə olunmasını tənzimləyən dövlət tərəfindən qəbul edilmiş prinsiplər, qaydalar və hədəflər sistemidir. Və sonuncu da bunların ümumi olaraq bir tanımı burada qeyd etmişəm. Dövlət təhsil siyasəti dövlətin öz tarixi təcrübəsinə, milli dəyərlərinə və gələcək vizyonuna əsaslanaraq hüquqi çərçivə, resurslar və kurikulum vasitəsilə necə bir vətəndaş və şəxsiyyət formalaşdırmaq istədiyini müəyyən edən strateji qərarlar və tətbiqlər bütövüdür. Təhsil siyasətinin strateji elementləri burada idarə etmə, təhsil sistemi necə idarə olunacağı və qərarlar kimlər tərəfindən qəbul ediləcəyi müəyyən edilir. Burada Türkmənistanı və ya təhsil idarələrini Azərbaycan üzərindən nümunə verəcəyi maliyyələşmə burada çox önəmli hissələrdən biridir. Müəllim siyasəti, hansı ki, demək olar ki, bütün ölkələrdə təhsil siyasətinin ən önəmli elementlərindən biri də müəllim siyasətidir. Bu son dövrlərdə də bizdə yəqin ki, müəllimlərin işə qəbulu olsun, qiymətləndirilməsi olsun, sertifikasiyalar olsun, təlimləri, müasir metodist layihələri və s. Bundan nümunə verə bilərik. Kurikulum baxımında şagirdlərin nəyi, nə vaxt, hansı məqsədə öyrənəcəyi müəyyən edir. Burada kurikulum islahatlarımız təxminən 18-19 il öncə kurikulum islahatı ilə yeni bir kurikulumla biz məktəb sistemimizi yenilənməyə, tədris sistemimizi yenilənməyə başladıq. Tədris metodları baxımından təlimin hansı yanaşma metodları həyata keçirilməlidir, istiqamətləndirir, şagird yönümlü təlim və ya təlim metodları sistem yanaşması. Ümumiyyətlə, Azərbaycan bir baxıma əvvəlki kurikulumla birlikdə daha çox müəllim mərkəzi şagird, yəni müəllim yönümlü tədris sistemindən biraz daha şagird yönümlü tədris sisteminə keçiddə hal-hazırda bu mərhələdədir. Qiymətləndirmə baxımından şagird nailiyyətdən hansı üsullarla ölçüləcəyini müəyyən edir, KCB, BCB, qəbul imtahanları və s. Məlumat sistemləri var, keyfiyyət təminat var, təhsil keyfiyyətini təminat və qiymətləndirilməsi baxımından, qanun inkişaf baxımından da iştirak etdiyimiz PISA, TIMSS, BIOS kimi beynəlxalq təminatları də buna nümunə verə bilərik. Ümumiyyətlə, bu mövzunu nə üçün seçdim və bunu bilmək nə üçün vacibdir deyə bir slayd başlığı qoydum. Mən özümü tanıtmadan qısaca tanıdım. Orxan Bəyov əvvəllər başqa bir nəşrdə sahəsində çalışırdım. 2018-ci ildən 2017-ci ildə Azərbaycana qayıtdım, 18-ci ildə nəşriyyat sistemində fəaliyyətə başladım. O zamandan bu yana həm müəllif kimi, həm bir neçə kitabın layihə rəhbəri kimi fəaliyyət göstərirəm. Və o zamandan bəri, yəni ilk sualları mən Türkiyədə fəaliyyət göstərdim, müəllim kimi fəaliyyət göstərdim. Burada daha çox YÖS, yəni daha 9-11-ci siniflər üçün YÖS imtahanı hazırlığına müəllim kimi fəaliyyət göstərmişdim. Orada çox da hiss etmirdim, amma Azərbaycana qayıdıb həm ibtidailər üçün, həm yuxarı siniflər üçün suallar hazırlanmağa başladığımızda və yaxud bazı sektorda var olan sual nümunələrini gördüyümdə mənə çox qəribə gəlmişdi. Nə üçün riyaziyyat məsələlərində böyük hissəsi əmək və kollektiv iş üzərinə qurulmuşdur. Yəni, bir fəhlə bir işi 5 günə görür, bir usta bir divarı 4 günə tikir, bir boru hovuzu 6 saatda doldurur və yaxud karterlə biz illərdir qayığı suda çayda üzdürürük, geri qaytarırıq. Yəni, bu sual tipləri bizə nəyi anlatmaq istəyir? Niyə xarici, misal üçün, Amerikan nəşrlərinə və yaxud Avropa nəşrlərinə baxdığımda daha fərqli sual nümunələri var, amma bizdə yenə də fəhlə, usta, boru. Yəni, bu suallar məni çox düşündürmüşdür və nə üçün bunun əslində bir kökəndən olduğunu anlamışdım.
Və o baxımdan bunu araşdırmağa qərar verdim və bu sualın tarixi məni bir baxıma bizim keçmiş tariximizə, yəni bizim təhsilimizin köklərinə apardı. Bu sualların tarixi aşarkən gördüm ki, onların böyük hissəsi Sovet təhsil sistemindən miras qalmışdır. Yəni, Sovet məktəbində hansı insanlarda yetişdirmək istəyirdi, dərsində və suallar bu məsələyə necə xidmət edirdi, bir sonraki slaytda bunları göstərəcəm. Çünki hətta Azərbaycanda çəkilmiş 1958-1968 bununla bağlı mən öz səhifəmdə də paylaşım etmişdim. Uşaq atasından soruşur bir məsələni ki, bir boru, yəni borusu, hovuzu filan qədər müddətdə doldurur, 2 dənəsindən vaxtda doldurar deyə. Yəni, bu sual nümunələri ta əvvəldən bizdə istifadə olunur. Ümumiyyətlə, dərsliklər, suallar, daha sonra bizim istər tədris təhsil verənlərin dərsə yanaşmaları, məktəb modellərimiz, daha çox müəllimlərin biraz daha avtoritar olduğu bir sistemin bizim nə üçün bu təhsil sistemini mənimsəməyimiz və bunu hələ də davam etməsi, halbuki kurikulumda dəyişiklik etmişik, daha çox şagird yönümlü sistemə keçmişdik, şagirdlərin daha aktiv dərs iştirakını planlayırdı. Amma bu keçid görürük ki, hələ də öz qalıntılarını saxlamış olur. Birazdan indi o hissəyə toxunacaq. Araşdırma istiqaməti təbii ki, bunu araşdırırkən fərqli istiqamətlərə də toxunmalı oldum. Artıq araşdırmanın özü sadəliyəcək sualları deyildi. Dövlət siyasəti, kurikulum, dərsliklər, müəllim və qiymətləndirmələr idi. Və bununla bağlı mənim bir elmi araşdırma, yəni dissertasiya mövzum oldu. Yəni, SSR ideoloji aparatı kimi təhsil 1920-1953-cü illərdə birinci və islahi təhsil siyasəti. Çünki Sovet təhsil sistemindən danışarkən biz 1950-60-lar deyil də tam olaraq Sovet təhsil sisteminin yaranma mərhələsinə keçmişdirik. Burada bəziləriniz sual yarana bilər ki, 1920-də, 1917-ci ildə bu inqilablar birlikdə nəzərə alınmalıdır. Amma təhsil siyasəti və təhsilin daha belə deyək, kompakt şəkildə tətbiq olunması baxımından 1920-lər daha önəmli tarix kimi qəbul olunur. Yəni, burada siyasətin formalaşdırılması, yəni bu dövrdə birinci və islahi təhsil siyasətini araşdırdığında gördüm ki, yəni siyasətin necə formalaşır, necə həyata keçirilir, necə sistemləşdirilir və nəticələri və təsirləri cəmiyyətə necə olur. Bununla bağlı mən bu tarixi kökənlərinə çox da girməyəcəm, qısaca toxunub keçməyə çalışsam. Əsas danışmaq istədiyimiz yaşadığımız Azərbaycan baxımından ölkəmizdə baş verən bu dəyişikliklər, müsbət mənadakı islahatların əslində nəyi arxada buraxmaq istədiyimizi görməyimiz üçündür və qısaca Sovet təhsil sistemindən danışacağıq. Yəni, Sovet təhsil sisteminin yaranma fəlsəfəsi, Leninin Bakıya gəlməsi, sinif bərabərsizliyini aradan qaldırmaq məsələ, çünki o dövrdə bildiyimiz kimi təhsil kilsənin əlində idi, daha çox aristokrasiya sinifi təhsil alırdı, təhsildə bərabərsizliklər var idi, ümumiyyətlə böyük şəhərlər, xaric digər hissələrdə ümumiyyətlə təhsildən söz getmirdi, kütləvi savadsızlıq ciddi şəkildə davam edirdi, bərabərlik, Marksist və Leninist dünya görüşü kütlələrlə aşmamaq lazım idi. Yeni sosial cəmiyyətin modelini ideoloji bağlısını yaratmaq üçün strateji vasitələr hesab etmişdir, yəni Lenin vasitəsilə. Daha sonra Leninin qısaca başlıqlar halında topladım ki, Leninci təhsil sistemi bizə nəyi göstərir? Çünki bunları bilmək əslində bizim Azərbaycan təhsil sisteminin kökənlərini öyrənməkdir. Birləşmiş Əmək Məktəbi İbn Əbdüllah Şkolova adlı qərarnamələrlə təhsil kilsədən ayrılaraq dünyəvi, pulsuz, məcburi və birgə elan edildi. İbtidai və orta məktəb ayrılığı qaldırılaraq bütün şagirdlər tək bir məktəb modelində quruldu. Hətta bu, yəni ki, bizlər üçün də açıqdır ki, bizdə də dünyəvi, pulsuz, məcburi və birgə, qız, oğlan dərslərinin birgə keçməsi. Sonra liqbezlərin, yəni oxuma, yazma səfərbərliyinin elan edilməsi, qadınlar, kəndlilər və qazınlar, daxil olmalar kütləvi savadlanma aksiyaları başladıldı. Ümumiyyətlə, biz Sovet təhsil sistemindən danışanda çox vaxt Sovetin bütün hər kəsə təhsili çatdırdığından da çox yaxşı mənada danışırıq. Mən ilk dəfə 2007-ci ildə Türkiyəyə getdiyimdə təhsil üçün orada eşidirdim ki, yəni insanlar oxuma, yazmağı bilməyən nə qədər də insandır. Amma bu, diqqət edilmişsinizsə, mən 90-cı il təvəllüdəm
və bizim dövrlərimiz bir baxma Sovetin bitimi ilə əlaqəlidir. Bizim ətrafımızda demək olar ki, oxuma yazma bilməyən insan yox idi və belə bir şeyin olduğunu biz görməmişdik. Amma Türkiyədə kütləvi halda oxuyub anlama, oxuyub yazma problemli insanları görmüşdüm. Hətta Türkiyə bir Milli Eğitim Bakanlığı orada bir layihə başlatmışdı. Böyük insanlar, yəni yaşlı insanlar belə gəlib artıq oxuyub yazmağı məktəbdə öyrənə bilirdilər. Daha sonra yerləşdirmə ilə mərkəzdən kənar xalqlar, o cümlədən Azərbaycan öz dillərində təhsil almasına şərait yaradılaraq sistemi inteqrasiyaya təmin edildi. Yəni bir baxma Lenin birinci təhsil siyasəti ilə bütün ölkələri də özündə əhatə edir. Biraz daha bu Marksist-Leninist təhsil sistemi ilə, dünya görüşü ilə daha çox təcrübəyə yönəlik bir təhsil siyasəti güdüldü. Amma Stalinist mərhələ ilə birlikdə mərkəzləşmə, intiqam və standartlaşma, yəni Stalinin bir çoxumuz daha sərt və təbii ki, zalim olaraq tanıyırıq və Stalinin gəlməsi ilə birlikdə bu eksperimental pedagogika əldə edilib, tam şəkildə standart, ciddi, nizam və akademik bilgilərə söykənən modelə keçirilib. Təhsil tam şəkildə mərkəzləşdirildi, narkompros və təhsil naziri vasitəsilə tək bir müfrədat və dərsliklər bərqərar edilir. Burada dəyişən bir neçə hissələrdən də danışa bilərik. Yəni, kurikulum, dərsliklər və ideoloji məzmun, dərsliklər ideoloji vasitəyə çevrilməsi, dərsliklər ümumiyyətlə, bilirsiniz, biz dərslikləri sadəcə akademik yöndən bəzən yanaşa bilirik, amma dərsliklərdə olan bir mətin, dərsliklərin verdiyi bir şəkil, bunların hər biri bizim təhsillə necə yanaşdığımızı, məsələn, təhsil siyasətimizin necə olduğunu da göstərən amillərdən biridir. Yəni, orada istər tarix və digər fənlərdə olan sual nümunələri olsun, istər onları izah edəcək qaydalar olsun, istər oradakı məktəb havası olsun, tamamilə bu yönə fokuslanmışdır ki, yəni əsasən Stalinin tam mərkəzə bağlı, standartlaşdırılmış və hər kəsin yeni Sovet modeli, insan modelinə bürünməsi üçün formalaşan tamamilə böyük bir şəkildə təhsil modeli formalaşdırılır. İstər deyəcək də təbiət elmlərindəki islahat yönümlü məsələlər və yaxud da sizlərə danışdığımız daha çox insanların əməyi vurğulayan suallar, daha çox birgə çalışma ilə bağlı suallar, daha da çox çalışmanı və əzmkarlığı ön plana çıxardacaq sualları görürük və sənayeləşmə və kollektivləşmə kontekstləri ilə də bunları izah edə bilərik. Yəni, dövlət siyasəti sinif otağının necə olurdu? Dövlət siyasəti kurikulum vasitəsilə, kurikulumlar dərslik vasitəsilə, dərslikdə olan bir şey müəllim avtomatik olaraq şagirdə ötürdüyü üçün dərsdə və bu dərs vasitəsilə də şagirdə tam şəkildə bu Sovet ideologiyası, yeni Sovet modeli insan ideologiyası bu ötürüldü. Burada Sovet dövründə ən çox diqqət olunan, ümumiyyətlə, müəllim orada bizim hətta çox vaxtdır müəllimə olan hörmətimiz olsun və yaxud müəllimin başqa bir peşələrdən seçməyimizdən bir səbəblərindən biri də o idi ki, müəllim yenə də Sovet dövründə müəllimin fərqli bir üstünlüyü var idi. Çünki müəllim bir baxıma dövlət siyasətini sinifdə tətbiq edən insan modeli idi və o baxımdan müəllimin özünün də yetişdirilməsində, konqres tərbiyəsinin həyata keçirilməsi, kollektivci və sosial davranış formalarının aşılanması, Sovet vətəndaşı modelinin formalaşdırılması və dövlətin siyasi ideoloji dəyərinin ötürəcək insan kimi görülürdü. Yəni, oradakı bir müəllimin sadəcə akademik biliklərinə görə müəllim ola bilmirdi. Eyni zamanda Sovet ideologiyasına nə qədər bağlıydısa, onun hər bir anı izlənirdi və bu şəkildə müəllim seçimlərinə yer verildi. Müəllim üzərində siyasi və peşəkar nəzər, təbii ki, müəllimlərin bunu hər birimiz çox yaxşı bilirik ki, müəllim üzərindəki Sovet dövründə bir ideolojik hazırlıq olsun, onların yoxlanması olsun, partiya xəttinə nə qədər uyğunluq tələbi olsun, müəllim fəaliyyətində inzibati siyasi nəzarət olsun. Yəni, bunların hər birisi çox diqqət olunurdu ki, müəllimlər bu çizgidən kənara çıxmasına. Çünki müəllimin gücü, yəni bir müəllimin gücü başqa, müəllimdə olan bir güc heç bir peşədə yoxdur və bunu çox yaxşı bildikləri üçün müəllimin üzərində çox ciddi bir nəzarət var idi. Daha sonra bu dövrdə çox vaxt bizlər düşünürük ki, Stalinçi təhsil politikaları ilə birlikdə bir çoxumuz düşünürük ki, Sovet ancaq bərabərlik gətirdi, amma Sovet də özünün içində akademik seçiciliyə, yəni meritokrasiya yer verirdi.
Lenin dövründən daha çox Stalin dövründə artıq daha çox digərlərindən qiymətlərində, uğurlarında və partiyaya bağlılığında seçilən uşaqlar daha fərqli məktəblərdə, daha fərqli universitetlərdə oxuya bilirdi. Bu da bir baxıma o bərabərlik anlayışını bir baxıma pozmaqdadır. Yəni təhsil siyasəti müəllim vasitəsilə reallaşırdı. Dövlət siyasəti müəllim, sinif praktikası, şagird davranışı və dünya görüşündə öz əksini tapa bilirdi. Burada Sovet təhsil sisteminin ən önəmli hissələrindən biri o idi ki, yeni Sovet insanı yaratmaq istəyirdilər. Ümumiyyətlə, bir təhsil siyasətinin əsas məqsədi odur ki, biz nə yaratmaq istəyirik? Yəni, ona görə tez-tez bizimlə birlikdə təhsil üzərində müzakirə etdiyimizdə daha çox təhsil fəlsəfəsi və təhsil siyasəti üzərində danışırıq ki, yəni biz nə etmək istəyirik? Tam olaraq hansı bir insanla birləşdirmək istəyirik? Bunun qərarına verməliyik. Amma diqqət etdiyinizdə bu 18-19 il öncə yeni kurikulumla birlikdə biz nəyə qərar verdik? Daha çox sorğulayan, öz fikirlərini ifadə edən, dərsliklərimizdə kurikulumla birlikdə dərsliklərimizlə də işte, misal üçün, ingilis dilində olan artıq əzbər yönümlü və yaxud orada deyə bilərik ki, qayda yönümlü təhsildən biraz daha çox özünü ifadə edən, danışan bir insan modeli və yaxud kitablarımızda əvvələr bizim vaxtımızda yoxdur, indi kitablarda araşdır, fikirlərini söylə, əsaslandır, yəni taksonomiya uyğunluğu ilə birlikdə yeni bir insan modeli yaratmağı planlayırıq. Amma burada nə qədər uğurlu olub olmadığımızı bir sonraki slaytlarda birlikdə müzakirə edəcəyik. Yəni, yeni Sovet modeli insan savadlı, intizamlı, kollektivci, əmək yönümlü, texniki bacarıqlı, dövlətə bağlı, sosialist dünya görüşlü, yəni hamısı birlikdə Homo Sovieticus dediyimiz anlayışın içinə girir. Məktəbdən kənar sosiallaşma, mən deyərdim ki, son dövrlərdə bilmirəm, bizim vaxtımızda da o qədər yoxdur. Məktəbdən kənar sosiallaşmada Sovet dövründə pioner komsomollar, ümumiyyətlə şagirdlərin birlikdə toplanması, havalı teatrlara getməsi, fərqli əyləncələri, bu, yəni bir dövlətin həm formalaşması, yəni həm təhsil siyasəti baxımından tam əksini tapması üçün məktəbdən kənar sosiallaşma da çox önəmlidir. Çünki elə öz valideynlərimlə söhbət etdiyimdə atamın bir ki, ən çox sevdiyimiz dövrümüz həyatımızda elə universitetdə oxuduğumuz dövrdə Bakıda, yataqxanada uşaqlarla birlikdə bu birliklərin içində fəaliyyət göstərmək, harasa birlikdə getmək və s. idi. Yəni, şagirdlərin, tələbələrin belə aklında qalacaq bu məktəbdən kənar sosiallaşma, o yaratmaq istədiyimiz insan modelini bizə yaratmaqda kömək edir. Yəni, biz sadəcə məktəbdə fəaliyyət, məktəb vaxtı ilə formalaşacaq insanlar dedik, məktəbdən kənar da bizim həyatımız var. Məktəbdən kənar həyatla da birlikdə Sovet dövründə bunu çox yaxşı tətbiq etdikləri üçün istədikləri yeni model Sovet insanı yarada bilirlər. Yeni model dediyimiz, yəni yeni Sovet insanı daha doğrusu, çünki ondan öncə Sovet diye bir şey yox idi. Təhsil sosiallaşma mexanizmi kimi dövlət normanı müəyyən edirdi, məktəb öyrədir, müəllim möhkəmləndirir, qiymətləndirmə ölçür, təşkil təşkilatlar isə bu sosiallaşdırırdı. Yəni, ümumi olaraq tam da deyil, təhsil siyasəti tam bu çərçivə əsasında həyata keçirilirdi. Yəni, bir siyasət bəlli olur, məktəb öyrədir, müəllim bunu ciddi şəkildə möhkəmləndirə bilir, qiymətləndirmə modeli və təşkilatların sosiallaşdırır. Beləliklə, təhsil yalnız bilik götürən sistem deyil, həm də müəyyən sosial davranış, dəyər və kimlik modelini formalaşdırdığı instituta çevrilirdi. Burada Sovetdən ən çox yaxşı mənada danışıldıqda bərabərlik, cinsiyyətin, yəni qadınlarımızın Azərbaycanda və başqa Sovet ölkələrində də ən çox sevilən hissə odur ki, bərabərliyə önəm verildi, cinsiyyət ayətlə çox da diqqət olunmadı, artıq xanımlarımız da təhsil ala bilir və s. Yəni, buradan da Leninist və Stalinist dövrün iki fərqli hissələrindən daha geniş şəkildə baxa bilərik. Yəni, bu əslində bunlar Lenin və Stalin kimi deyil də, bizim tarixi, təhsil tariximiz necə dəyişib onu göstərmək üçün bunları, bu slaytları əlavə etdim. Yəni, göstəricə yer reprezentansiyası nisbətən mərkəzsiz, amma Stalin dövründə tam mərkəzləşdirilmiş, dövlət nəzarətli olan təhsildən söhbət gedir. Fəhlə və kəndlilər rahatlar vasitəsilə prioritet qazandı, iqtidai təhsil kütləvləşməsi, lakin akademik göstəricidən söykənən seçkilikdə Stalin dövründə yarandı. Qadınların təhsillə və istehsalata kütləvi cəlb olunması, qadın təhsilinin saxlanılması, lakin ailə və ana obrazının yenidən
ənənəviləşdirilməsi. Burada qadınlarımızla bağlı da bu elə məhz bağça modelinin Sovet dövründə başlaması, yəni belə deyərdim, təsadüfi deyildi. Çünki qadınların iş həyatına qoşulması həm o ölkənin istehsalatını gücləndirirdi və eyni zamanda bunun əsas səbəblərindən biri də olur. Bunu John Tyler Pratt olsun, İvan İliç olsun və yaxud Foucault olsun, bunları öz kitablarında da qeyd edirlər ki, ümumiyyətlə qadınların istehsalata girməsi, yəni qadınların çalışması ilə birlikdə biz övladlarımızı məktəblərə, bağçalara, yəni avtomatik olaraq kiçik yaşlardan uşaqları bağçalara verdik. Daha sonra bu uşaqlar tam da yəni istədiyi şəkildə Sovet təhsil sistemi öz ideologiyasını ta bağçalardan bunu öyrətmiş olur. Sovet dövründə bağçada oxuyanlar, mən tam o dövrdə düşməsəm də, amma onun qalıntılarını çox yaxşı görmüşdüm. Buradakı nizam olsun, indi birazdan bəzi hissələrə toxunacağımız hissələrdə onları daha geniş qeyd edəcəyik. Yəni sizə bir model göstərilir və siz uşaqlıqdan bu modellə böyüdüyünüzdə dövlətin öz Sovet dövlətinin, Sovet SSR-nin tam istədiyi ideologiyanı elə uşaq yaşlardan tətbiq edə bilirdi. Yəni qadınlara həm qadınların istehsalatından əlavə dəyər öyrədə bilirdi və övladların kiçik yaşlardan dövlətin himayəsinə verilməsi ilə, bağçalar vasitəsilə öz ideologiyasını tam şəkildə formalaşdıra bilirdi. Politexnik təlim, daha sonra akademik biliklərin sənaye məqsədindən önə çıxarılması baxımından da fərqlilikləri buradan görə bilərik. Burada ən əsas hissələrdən biri Sovet təhsil mirası, qazanımlar, tədbirlər və müasir təhsil siyasəti. Qazanılmış mirasımızda kütləvi sağlamlığın təmin olunması bu həqiqətən də çox önəmlidir. Çünki biz ilk dəfə Sovet dövrü ilə universitetlərini atalarımız və yaxud babalarımız Sovet təhsili ilə birlikdə universitetlərdə oxumağa başladı. Valideynlərimiz bu oxuyub yazmağı tam şəkildə öyrənə bildi. Azərbaycan artıq oxuyub yazmanı daha əlçatan şəkildə əldə edə bildi. Amma oxuyub yazmanın əlçatan olmasının əsas səbəblərindən də biri yenə də yeni Sovet modeli insanın qurulmasına vurğulanan hissələrdən biridir. Çünki əgər bir insan oxuma yazmanı bilmirsə, bizim ona öz fikirlərimizi, yazılarımızı, qəzetlərimizi, yəni öz ideologiyalarımızı ona ötürməyimiz də bir baxma çətin olur. Yəni Sovetin bu tezlə birlikdə oxuma yazmanı azaltma siyasəti əsas səbəblərindən də biri odur ki, öz siyasətini açıq şəkildə həm bu qəzetlərdə, həm filmlərdə yeridə bilsin. Təhsilə geniş sosial əlçatanlıq gəldi, elm, riyaziyyat, mühəndislik sahələri güclü baza yarandı. Yəni bu Sovet təhsil sisteminin daha çox mühəndislik fakültələri üzərində ixtisaslaşması və bir çoxlarımızın belə atası mühəndislik fakültəsindən məzun olmasının ən önəmli, yəni qazanılmış miras kimi bəlkə də saymaq olar. Çünki bəlkə də o valideynlər daha fərqli sahələrdə oxusaydılar, bugün Azərbaycanı daha fərqli yerlərə apara bilərdilər. Amma çoxumuz, yəni mənim ən azından tanıdığım bir çox hansı ki, ali təhsildir və çoxu elm, riyaziyyat və mühəndislik üzərinə oxuyurdular. Qadınların təhsilə kütləvi cəlb olunması, kənd və şəhərlər arasında təhsil imkanlarının yaxşılaşdırılması da bunların nümunədir. Problemli miraslarımızdan ən önəmlisi həddindən artıq mərkəzləşdirilmiş idarə etmədir. Ümumiyyətlə biz çox inkişaf etmiş təhsil sistemlərinə baxdığımızda buna adətən elə Finlandiya üzərindən nümunə veririk. Finlandiyada mənim sevdiyim hissələrdən biri odur ki, yəni hər bölgəyə uyğun fərqli, yəni mərkəzləşdirilməmiş, yəni yerli əhaliyə uyğun kurikulumların hazırlanması, bəzən sinif daxilində belə fərqli kurikulumların tətbiq olunması, bu onların təhsilinə, fərqliliyinə və fərqli şəkildə inkişaf etmələrinə, daha müsbət yönə inkişaf etmələrinə təsir etmiş. Amma həddən artıq mərkəzləşdirilmə bəzən işi Türklər dediyi kimi hantallaşdırır. Yəni biraz proses çox uzun olur. Bəlkə bu siz hər hansı bir qərar vermək istəyirsiniz, amma o birinci şəhərə gedir, şəhərdən ölkəyə gedir, ölkədən Moskvaya gedir və s. Yəni belə bu şəkildə uzanmış olur. Bu gün də mərkəzləşdirilmiş idarə etmələrdə bunun
problemlərini yaşadığımızı görə bilər, amma mərkəzi təhsil idarələri ilə, regional təhsil idarələri ilə bu problem aradan qaldırılmaqdadır. Vahid və standartlaşdırılmış təhsil modeli, ümumiyyətlə fərqli təhsil modellərinə biz yer vermədiyimizdə, fərqli təhsil modellərini görmədiyimizdə, fərqli təhsil modellərini düşmən elan etdiyimizdə Sovet təbii ki, bunu bu şəkildə edirdi. Oradakı fərqlilikləri, yenilikləri gözdən qaçırmış olacaq və müəllim-şagird münasibətlərində avtoritar yanaşmalar, müəllim heç bir şəkildə sorğulanmazdı, şagird tam şəkildə dinləyici olmalıydı, yəni tənqidi düşüncə, fərqli təşəbbüs imkanlarının məhdudluğundan yola çıxaraq, şagird sadəcə dinləyən, çox bilik bilən, şeir deyən, sakit oturan, bu modeli uşaqlar yetişdirilməsini planlayırdılar və kim daha sakit, hətta Sovet filmlərində baxdığımızda görürük, o məktəblərdə ən öndə oturan, əlini belə qaldıran, hətta bizim əvvəlki kitablarımızda da var idi. Təbii ki, bunlar nizam dəyişək və yaxud bunlar yaxşı bir şey deyil. Sadəcə aşırı nizam-intizam bir baxmada avtoritar yanaşmalar gətirə bilir, uşaqların fərqli düşüncəsini qısıtlaya bilir, uşaq öz fikirlərini ifadə etməkdə çətinlik çəkə bilir və s. Kurikulum və dərsliklərin ideoloji məqsədlərə tabe edilməsi, müasir dövlət təhsil siyasəti üçün nəticələrdən danışsaq, məqsəd Sovet təhsil sisteminin bütövlükləri əldə etmək və əldə etməkdir, onun sistemləşdirilmiş mirasını tənqidi şəkildə qiymətləndirməkdir. Yəni, qorumalı olduğumuz isə elmi akademik intizamın inşasının mən keçən dəfə Fizika İnstitutundan bir neçə dostlarla danışıyordum, hələ də Sovet mirasının önəmindən danışılır. Təbii ki, bu hissələrdə biz ala bildiyimiz yaxşı hissələri müxtəlif şəkildə almalıyıq və yaxud təhsildə bərabərlik imkanları baxımından bugün düzdür, bunun çox da bizdə belə bir problem yoxdur, yəni təhsil ən azından əl çatandır. Amma transformasiya etməli olduğumuz hissələrdən biri elə mərkəzləşmədir, aşırı mərkəzləşmiş təhsil sistemlərinin gələcəkdə bəlkə də düşünən insan modelinin yetişməsində çətinlik çəkəcəyimizi göstərir. Avtoritar pedaqogika, ideoloji məzmun, təklifli yanaşma. Yəni, bu ideoloji məzmunlarla birlikdə dediyimiz kimi uşağı artıq özü böyüyəndə qərar verən, müstəqil düşünən insanlar deyil, öz ideolojik məzmunlarımızda, kitablarımızda verdiyimiz müddətcə sadəcə tək-tək insan modeli yetişdirmiş oluruq. Sovetin bir vaxtına da belə deyərdim, düzdür, bir çox yaşlı, o dövrü görmüş insanlar hələ də Sovetin önəmindən, üstünlüklərindən danışanları da var. Amma düşünürəm ki, onların çoxsu da tək-təkli yanaşma ilə böyümüş insanlardır. Sadəcə bəlkə iqtisadi məsələlər baxımından bugün hansı bir çətinlik çəkdiyində Sovetin bu hissələrini tərifləyirlər ki, o dövrdə ən azından gəlməyə gedə bilirdik, təriflər çıxa bilirdik və s. Burada ən əsas toxunmaq istədiyimiz hissələrdən biri də olur ki, SSR yoxdur, amma məktəbi yaşayır, təhsil texnikindəki Sovet izləri. Yəni, elə, misal üçün, 18-19 ildir yeni kurikuluma keçmişik və bu kurikuluma keçid mərhələsində təbii ki, həm Azərbaycanda imtahan sektorunda bir neçə mərkəzlərə suallar da biz hazırlayırıq və orada da görmüşdüm, yəni biz özümüz də hazırlayanda buna bir baxma da məcbur şəkildə hazırlayırıq. Çünki qarşı, yəni belə deyim, biz istədiyimiz sual modelini tətbiq edə bilmək, hətta nəşriyyat baxımından biz hər dəfə vurğuluyoruz, müəllimlər bizdən soruşur, oxuyub anlama kitabımız olacaqmı, məsələ kitabımız olacaqmı və biz də hər zaman deyirik ki, oxuyub anlama sistemi hələ bizdə tam oturuşmur, biz istəyirik o tam oturuşsun, ondan sonra gözəl bir vəsait dərsə gətirək və yaxud məsələ hissəsində də eyni şəkildə və bu yüzdən keçənizdən artıq məktəblərdə tətbiq olunan taksonomiya ilə birlikdə düşünürəm ki, bizim də bu arada reklamlıq olsun, yeni nəşrlərimiz olacaq. Yəni bu kurslara da suallar hazırladığımızda görürük, yəni bu bizim planladığımız şəkildə, yəni o yeni kurikuluma uyğun sual modellərini tətbiq etdik. Yenə də biliyi soruşan, xatırlamanı soruşan, yəni taksonomiyanın maksimum 3 və ya 4-cü mərhələsinə görə yeni keçmiş oluruq. Adətən 3 mərhələsində, yəni tətbiq etmənin üzərindən suallar formalaşdırır. Burada tətbiq etmə də bir baxma, yəni yenə də aparır bizi Sovet təhsil modelinə, amma biraz daha dəyərləndirmə hissəsində, yaratma modellərində və yaxud sintez təhlil hissəsində suallarımızı formalaşdıra bilsək, düşünürəm ki, daha yaxşı nəticələr əldə edə bilərik. Yəni orada boru-hovuz məsələsində gördüyünüz kimi
Yəni, o düşünün, riyaziyyat müəllimləri və Baysin müəllimləri bu sual tiplərini çox yaxşı bilər. O boru bir fəhlənin bir evi 5 dənə tikib, o birisinin başqa neçə vaxtda tikdiyi sual modellərini artıq o qədər belə deyərdim ki, mənasızlaşdırmışıq ki, çətinləşdirməklə. Yəni, bir sual modelinin üzərində qalıb, biri 10 dəfə hazırlayıb, biri yarım gün işləyir, artıq işi, belə suallar da var. 4 yarım işçi, bir gün işləsə, o birisi tiksə, bu birisi dağıtsın. Yəni, bu sual modellərindən çıxıb o, yəni orada öyrətmək istədiyimiz kəsir olsun, faiz olsun, orantı olsun, bunları biz, nisbəti olsun, biz daha fərqli modellərlə dəyərləndirmə və yaratma sualları ilə birlikdə hazırladığımızda daha yüksək nəticələr əldə edə bilərik və bunun tətbiq olunduğundan sonra, misal üçün, deyək ki, keçən ildən artıq qiymətləndirmələrdə səhv etməmsə, məktəblərdən bu taksonomiya ilə bağlı istəklər formalaşıb. Yəni, bunun çox yaxında biz müsbət mənada irəliləyişlərini görəcəyik. Daha sonra bizim dəyişməyən zehniyyətlərimizdən biri də odur ki, məktəbdəki zehniyyətlərimiz, bilirsiniz, bəzən məktəb idarəçilər olsun, müəllimlər olsun, yəni çox vaxt danışdığımızda hiss olunur ki, müəllim məktəb rəhbərliyi ilə arası çox vaxt olmur və yaxud qorxu var. Yəni, bir müəllim ümumiyyətlə niyə məktəb rəhbərliyindən danışanda narahat danışmalıdır? Niyə o məktəb rəhbərliyi ilə hər zaman biraz, necə deyərdim, yəni, bu istər-istəməz onların o zehniyyətində qalır və bu zehniyyətdən çıxmadığı müddətcə müəllim şagirdə tətbiq edə bilir. Yəni, bu silsilə yenə də davam etmiş olur. Amma halbuki bizdə belə bir problemlərin olmasına çox da ehtiyac yoxdur. Daha sonra izləri gördüyümüz əzbərçilikdə anlamaqdan çox qayda, tərif, düsturu xatırlamaq, yəni son dövrlərdə biraz dəyişməkdədir, amma əvvəllər bir qaydanı, riyaziyyatdan qaydanı ətraf soruşmaq nə üçün vacibdir? Onun tətbiqini, yeni yaratma sualları ilə birlikdə soruşmaq daha yaxşı olmaz. Ümumiyyətlə, düsturu xatırlamaq və yaxud düsturu biz keçirik. Mən kurslarda da çalışdığım müddətdə kurs rəhbəri kimi bir çox müəllim qəbulunda iştirak edirdim və müəllimlər çox vaxt riyaziyyatda hər hansı bir düsturu yazırdı. Misal üçün, deyək ki, kompleks ədədlərdə i kvadrat bərabərdir mənfidir. Amma onun nə üçün ora gəldiyi, o diskriminantdan çıxdığı, diskriminantın sıfırdan kiçik, sıfırdan böyük olma hissələri, ikinci dərəcədən tənliklərin üzərindən onu izah etməsi, uşaqda bir fikir yaratması, bunun ümumiyyətlə gələcəkdə harda istifadə etməsi ilə bağlı çox vaxt bu hissələrə girilir. Yenə də əzbərləmə, yenə də var olan toplulları daha çox sual həll etmə və sonda da bunun bu bilik ölçən imtahanlarda iştirak etməsinə hazırlanır. Müəllim mərkəzlilik, burada müəllimi əsas bilik və avtoritet mənbəyi kimi görmək. Bilirsiniz, son dönümlərdə diqqət etmişsinizsə, müəllimə biraz daha əvvəlki dövrlərdən güvən azalır. Bunun əsas səbəblərindən də biri bilirsiniz, mənim bu şəxsi fikrimdir. Müəllim əsas bilik mənbəyi olmaqdan çıxdıqca və müəllimin də özünü sadəcə bilik mənbəyi kimi göstərməsi ilə yəni valideynlərdə də bir saçmalıq yarada bilir ki, biliyi başqa yerlərdən ala bilir, bəs yaxşı müəllim nə öyrədə bilir? Təbii ki, müəllimlər orada bizə öyrənməyi öyrətməsi, yəni bu bütün hər kəsə şamil olan dediyimiz son dövrlərdən azaraq, yəni bizim təhsil sistemimizdə olan bəzi yaşadığımız bu sovetdən qalma qalıntılar baxımından bunu danışırıq. Yəni müəllimin öyrədən, müəllimin uşaqları daha çox öz fikrini ifadə edən, bir sinifdə fərqli fikirlərini səsləndirən bir sinif modelinə keçdiyimizdə düşünürəm ki, daha faydalı nəticələr əldə edə bilərik. İtaət kimi belə sakit sözə baxan şagird yaxşı şagird hesab etmək, yəni dünənə kimi bu şagirdlər çox təriflənir və ağıllı uşaqdır, sözə baxanda sakitdir. Hətta nəticələri belə yaxşı olmasa belə, əgər şagird sakitdirsə, əlini qaldırıb danışırsa, bizim mənasını ifadə belə edir. O şagird yaxşı şagird hesab olunurdu. Amma biraz daha fərqli fikirlərini ifadə edən, danışan bir model formalaşdırmaq lazımdır. Sual verməkdən çəkinmək, alternativ fikir və mübahisəni problem kimi qəbul etmək, səhvdən qorxmaq, səhvə öyrənmə fürsəti, uğursuzluq kimi görmək. Yəni, hətta bu ən önəmli məsələlərimizdən biridir. Çünki səhvdən qorxmayan uşaqlar yetişdirməliyik, dəfələrlə sınayan, müəllimi onu hətta məktəb səhv etmə yeri kimi qəbul olunmalıdır. Amma dediyim kimi, sovet təhsilinin bir ideoloji
anlayışı da olduğu üçün, yəni ideoloji aydın olaraq təhsili istifadə etdikləri üçün onlar məktəblərdə bu səhv etməyə və yaxud bu fərqli düşüncələrlə uşağın öz güvənli yetişməsinə bir baxıma mane ola bilirlər. Amma bugünkü Azərbaycan kurikulumu ilə ümumiyyətlə dövlət siyasətinin də dəstəkləməsi ilə daha çox biz düşünən, fərqli fikirlər ortaya qoya bilən, startapçı, girişimci bir insan modeli yetişdirmək istəyimiz hər zaman rəhbərliklər tərəfindən də vurğulanır. Amma bunun praktikasında biz bir çox vaxtda problemlər çəkə bilirik. Yəni əzbərləyən, dinləyən, itaat edən, düzgün cavabı gözləyən şagird modelindən çıxmalıyıq. SSR-nin yəni yaxşı təhsil anlayışımız dəyişirmi? Ümumiyyətlə, həm valideynlər, həm ümumiyyətlə təhsil ictimaiyyəti olaraq neçə aldın mədəniyyəti hələ də davam edir. Sərt müəllim yaxşı müəllimdir, səssiz sinif yaxşı dərs keçirir, çox ev tapşırıq olsun, çox tez, eyni yaş, yəni eyni yaş prosesində də eyni proqram, eyni temp baxımından diplom və sertifikatlar o uşaqların bacarıqlarını ifadə etməsi, amma bunların tam tərsi olmalıdır. Sakitlik öyrənmə deyil, qiymət təhsilin məqsədi olmamalıdır, çox tapşırıq dərin öyrənmənin qarşısını ala bilir, eyni yaş, eyni öyrənmə tempini qəbul etmir. Sovet məktəbi müasir məktəbini dəyişməlidir. Struktur islahatından, təmizlik islahatından əsas məsələ yalnız proqramla təhsil və qiymətləndirmə sistemini dəyişmək deyil, məktəb haqqında düşüncə modelinin və dəyişməsi lazımdır. Yəni, bayaq da dediyimiz kimi səhvdən qorxmayan, səhvdən öyrənməyə çalışan, qiymət üzərindən deyil də inkişafa doğru yönələn bir şagird modelləri hazırladığımızda bu SSR-nin qalıntılarını da düşünürəm ki, atlada biləcəyik. Və son dövrlərdə diqqət etmişsiniz, ölkəmizdə bir sıra müsbət təhsil islahatları keçirir. Burada son ən çox bəyəndiyimiz oxuyub anlama bacarıqlarının uşaqlarda formalaşdırılması üzərinədir. Amma bilirsiniz, burada bəzən müqavimət göstərilir və yaxud bəzən yanlış anlaşılmalar olur. Həm təhsil verənlər baxımından, həm ictimaiyyət baxımından. Yəni, oxuyub anlama bacarıqlarının ölkədə inkişaf etdirilməsi deyiləndən bu günə qədər hələ də bir çox hallarda şikayətlər eşidir ki, qaydalar lazımdır, oxuyub anlama nə üçün vacibdir və s. kimi müəllimlərdən və yaxud valideynlərdən şikayətlər gəlir. Amma halbuki bir uşaq özü, yəni oxuduğunu, öz dilində, ana dilində oxuduğunu tam şəkildə anlaya bilirsə, əslində o uşaq inkişaf edəcək. Ümumiyyətlə, dünyada bu qeyd etdiyimiz Fields və digər beynəlxalq qiymətləndirmələrə baxdığımızda da görürük ki, yəni ancaq uşağın oxuduğu mətni anlaması, onun üzərinə hər hansı bir fikir inşa etməsi, onun üzərinə hər hansı bir fikirlər yarada bilməsidir. Amma biz bu qərarından sonra daha çox şikayət üzərinə formalaşdırırıq. Tam tərsi buna, yəni hər hansı bir təhsil siyasəti əsasında bəzi islahatlar həyata keçirilirsə, buna birinci özümüzdə anlamalı, daha sonra bunu elmi araşdırmalarla söykəndiyini araşdırmalı və hansı üstünlükləri var və Dövlət Təhsil Nazirliyinin bu siyasəti ölkəmizdə hansı dəyişikliklərə gedəcəyini ciddi şəkildə araşdırdıqdan sonra buna müqavimət göstərə bilərik, daha sonra yanlış anlamalılar, fikirlərimizi bildirə də bilərik. Amma bir çox hallarda bu kimi problemlərdə görürük ki, yəni ancaq müqavimət göstərmək, şikayət etmək mərhələsində qalır və yaxud qiymətləndirmə modellərinin dəyişilməsindən sonra da biz müəllimlərlə işimiz gərək tez-tez əlaqədə oluruq. Müəllimlərin də bunun mövzuda şikayətləri çox olur, amma halbuki qiymətləndirmə ilə taksonomiya hissəsinin ən əsas da 5-ci və 6-cı mərhələsi inkişaf edən ölkələrin nəticələrinə, gələcəklərinə, inkişaf etdikləri ölkələrə baxdığımızda görürük ki, bugün Təhsil Nazirliyinin bu siyasətdə müsbət nəzərdir ki, biz o qiymətləndirmənin o hissələrinə də mütləq şəkildə diqqət etməliyik. Kurikulum və sual modellərindəki dəyişikliklər səhv etmirəmsə 2025-ci ildə Elm və Təhsil Nazirliyi bu haqda çıxışı var ki, sual modellərimiz dünya sual modellərinə uyğun gəlmir və bu dəyişiklikləri etmədiyimiz müddətdə çətinliklər çəkə biləcəyik. Hətta dolaşıq sualların olması, yəni hətta dolaşıq sualların bəzən də olur, yəni həm müəllimlər, həm şagirdlər tərəfindən də dəyinilməsi. Bunlar əslində yaxşı hallar deyil. Sual modellərində ki, dediyimiz kimi, taksonomiya diqqətli olunaraq qaldırılan suallarda daha müsbət dəyişikliklər əldə edə biləcəyik. Müəllim siyasətindəki dəyişikliklərdən və istər müəllimlərin bu təlimi, müasirliyi,
layihələri, istər sertifikasiya imtahanları, istər MİQ imtahanları, bunların hər birinin arxasındakı səbəbləri daha yaxşı gördükdən sonra mən düşünürəm ki, tənqidlər də edilə bilər, fərqli fikirlər də səsləndirilə bilər, amma belə bir situasiya yaranıb, ya da ən azından ola bilər ki, mən səhv anlayıram. Hər hansı bir qərar verilir, amma bu qərardan dərhal sonra bizlər sərt şəkildə ancaq o qərarı ancaq sorğulamaq istəyirik və arxasında hər hansı bir, deyək ki, bir elmi araşdırma olmadan, tam onun o qərarın nə üçün olduğunu anlamadan ancaq bunun üzərinə fikirlərimizi söyləyirik. Mən düşünürəm ki, təhsil islahatları ümumiyyətlə hər hansı bir ölkədə baş verən təhsillə bağlı islahatlarda öz fikirlərimiz olmalıdır, öz müəllimin və yaxud təhsil idarəçilərinin öz fikirləri mütləq şəkildə olmalıdır. Amma bu fikirlər nəyəsə dayandırılmalıdır, nəyəsə əsaslanmalıdır. Çünki çox vaxt bir nəfər çıxır Instagramda və ya sosial mediada bəzən müəllimlərin lehinə, bəzən əleyhinə bir şey paylaşdır, çox bəyənilir, çox... Səsi bağlaya bilərsiniz. Yəni, bu məsələlərdə biz öz fikirlərimizi ifadə edə bilmək üçün mütləq şəkildə bunlarla bağlı araşdırmalar olmalıdır. Hətta bir neçə araşdırmalar var ki, bunun tezliklə biz və təhsil idarəçiləri ilə başladıq, hansı ki, həqiqətən də ölkə təhsilindən düşünürəm ki, bu araşdırmalar çox böyük töhfələr verə biləcək. Burada da müəllimlərin və yaxud təhsil ekspertlərinin olsun, əsas bu islahatlara qarşı, bu islahatları insanlara yaxşı və ya pis deyil. Yəni, əsas olaraq nələr məqsədlənir, nələr hədəflənir, onları izah etmək olmalı. Yəni, müəllimin geyimi dəyişir, hər kəs bir etiraz edə bilir və yaxud oxuyub anlamada bir dəyişiklik olacaq, hər kəs eyni şəkildə etiraz edir. Sual modellərində dəyişikliklər var, yine bir etirazlar olur. Yəni, hər bir şeyə qarşı ancaq müqavimət göstərir. Belə müqavimət göstərdiyimizdə bunun hansı, yəni ölkədə nəyi dəyişmək istədiyini, yəni istər təhsil nazirliyi olsun, istər regionalların olsun, nəyi dəyişmək istədiyimizi gözdən qaçırmış oluruq və oradan gözdən qaçırdığımız üçün də bəzən biz bunu, yəni o fikri mənimsəmədiyimiz üçün uşağa da öyrətməyə də çəkirik. Yəni, kurikulum tətbiq olundan illər sonra hələ sual modellərində biz onları dəyişməyə gedirik. Çünki biz orada da bir nəyə lazımdır bu kurikulum, əvvəlki sistem yaxşı deyilmi və s. üzərinə çox fikirlər səslənir. Yəni, bir baxıma müəllimlər vasitəsilə düşünürəm ki, bu islahatlar mənimsəndikdə və təbii ki, burada etirazlar, fikirlərini ifadə etmələrinə bir problem içində görməməlidir. Hətta bununla bağlı Təhsil Nazirliyinin hər dəfə çıxışları var ki, hər hansı bir əsaslanmış fikriniz varsa, bunları bildirə bilərsiniz. Yəni, əsaslanmış fikirlərlə birlikdə düşünürəm ki, bu islahatları mənimsəyərək uşaqları ötürə bilsək, daha sürətli nəticələr əldə edə bilərik. Misal üçün, bu qiymətləndirmə anlayışlarındakı dəyişikliklər əslində bu əvvəldən də var idi, sadəcə üzərinə daha çox düşürdü. Bunların üzərinə düşməyinə inandırım ki, uşaq övladlarımız daha fərqli yöndə öyrənəcəklər. Yəni, hətta mən onu tez-tez nümunə verirəm. Bizdə adətən riyaziyyatda demək olar ki, 1-11-ci siniflərin bir çoxunda daha çox tətbiq və yeni təhlil mərhələlərinə yaxınlaşırıq. Yəni, o da ki, bir sual nümunəsini digər uşaqları bir-birini fərqləndirə bilmək üçün də o mərhələdə o qədər yersiz sual modelləri çıxır ki, bu da uşaqlara heç bir şey vermir. Amma uşaq bir riyaziyyat, yəni o uşaqlar gələcəkdə riyaziyyatı harada istifadə edəcəyini, riyaziyyatı harada istifadə etdikdən sonra bunun üzərində nələri inşa edə biləcəyindən bağlı fikirləri formalaşmır. Niyə? Çünki baxın, hər zaman deyirik ki, hətta bununla razılaşarız, Azərbaycandan çox güclü riyaziyyatçılar çıxır. Təbii ki, riyaziyyatçılarımız çoxdur. Dünyanın məşhur universitetlərində işləyənləri də var. Hətta bizim İstanbul Universitetində də riyaziyyat fakültələrində müəllimlər var idi. Hətta bir neçə universitet də var ki, müəllimlərlə tez-tez görüşürdük. Amma diqqət etmişsinizsə, bizdə ixtira yoxdur. Amma ixtira, bunun üzərinə bir nəyisə inşa etmək yoxdur. Çünki bizim suallarımız daha çox teorik olaraq qalır və yaxud riyazi anlayışımız teorik olaraq qalır. Bunun da əsas səbəbi biz onlara uşaq yaşdan bu keçdiyimiz qaydaları, öyrətdiyimiz mövzuları
həyata necə tətbiq edə bilərik? Bunu da yalnız dəyərləndirmə, yəni taksonomiyanın 506-cı mərhələsi ilə edə bilərik. Dinlədiyiniz üçün təşəkkür edirəm, ümid edirəm faydalı bir təlim oldu. Bazar təsəvvürlərimsə, bazar günümüzü ayırıb təlimdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkürlər. Varsa suallarınız dinləyə bilərəm, varsa başqa fikirləriniz, fərqli fikirlər, bunlara da dediyiniz kimi hamısını açırıq. Siz paylaşmaq istəyərsiniz. İlham xanım, buradasınız. Bəli, buradayım, buyurun. Yəni, danışacaqlarım bunlardır. Biraz qısa tutmağa çalışdım. Əslində, biraz yəni, sabit təhsil sistemi üzərindən daha çox qalacağım. Yay ayında olduğunu nəzərə alaraq, bazar günü olduğunu nəzərə alaraq, biraz daha qısa tuttum. Ümid edirəm, faydalı olur. Başqa seminarlarımız da olacaq inşallah. Fərqli fikirlər varsa, onları dinləyə bilərəm. Bəli, təşəkkür edirəm. Əməkdaşlığa görə minnətdaram. Əlavə sualı olanlar səsli və yazılı formata qeyd edə bilər və yaxud da mövzu haqqında fikri olanlar. Sağ olun, vaxtınız xeyir olsun. Sağ olun, Lalə xanım, buyurun. Mövzu çox maraqlıydı, çox bəyəndim, sevərək dinlədim sona qədər. Bilmədiyimiz xeyli məlumat, öz nəzərimdən deyirəm, bilmədiyim çox məlumat əldə etdim. Sovet dövrü təhsilindən ümumiyyətlə heç bir məlumatım yox idi. Çox maraqlı gəldi mənə, çox sevərək dinlədim və istəyərəm ki, davamlı olsun.